1 aprel Beynəlxalq Quşlar Günüdür. Bu münasibətlə ekokönüllülərin iştirakı ilə Araz su anbarı ətrafında ekoloji tədbir keçirilib. Ekokönüllülərə Beynəlxalq Quşlar Gününün qeyd edilməsinin məqsədi və əhəmiyyəti haqqında məlumat verilib, quşların təbiətin tarazlığının qorunmasındakı roluna diqqət çəkilib. Bildirilib ki, son dövrlərdə turizmin inkişaf etdiyi bir sıra ölkələrdə maraq doğuran quş müşahidəçiliyinin zəngin təbiəti ilə seçilən Muxtar Respublikada da inkişaf etməsi üçün imkanlar mövcuddur. Könüllülərə köçəri quşlar haqqında, ümumiyyətlə Muxtar Respublikada məskunlaşan quşlar barəsində ətraflı məlumatlar verildi. Burada könüllülər quşları müşahidə etdilər. Burada köçəri quşlar vardır, onları müşahidə etdilər. Dünyada quş gözləmçiləri, quş müşahidəçiləri arasında məşhur olan Birding Place səhifəsi vardır ki, dünyadakı bütün quş müşahidəsi məntəqələri buraya daxil edilir. Və Azərbaycanda da bu səhifəyə 16 məntəqə daxil edilmişdir ki, bu 16 məntəqənin 5-i Naxçıvan Muxtar Respublikasında yerləşir. Daha sonra könüllülər binokullar vasitəsilə ərazidə mövcud olan müxtəlif ornitofauna növlərini müşahidə ediblər. Bu müddət ərzində gənclərə müxtəlif quş növləri, onların həyat tərzi, mühafizəsinin vacibliyi və ekosistemdəki rolu haqqında ətraflı məlumat verilib. Gənclər təbiətlə daha yaxından tanış olublar. İlk dəfə idi, Araz çayının sahilinə gəlirdim. Çox maraqlı oldu. Burada bəzi quşlarla qarşılaşdıq, qağayılar gördük. Həqiqətən çox maraqlı idi. Buradan səslənirik və deyirik ki, təbiətimizi qoruyaq və onun qayğısına qalaq ki, bu təbiətdə yalnız biz yox, quşlar, heyvanlar, onları da qorumaq lazımdır. Həsən Məmmədov, Namiq Abbasov, NTV Xəbər.